Siz özünüz tənqidlərə necə reaksiya verirsiniz? Tənqidlər əslində gözəl bir şeydir, insanın inkişafına səbəb olur. Ancaq təəssüflər ki, bizdə olan tənqidlər qurucu tənqidlər deyil də. Bunun arxasında başqa niyyətlər durur, bəzən əsəri oxumadan tənqid eləyirlər. Ona görə bu şərait məcbur eləyir ki, sən ümumiyyətlə tənqidlərə diqqət eləməyəsən. Çünki bilirsən ki, bu tamam başqa niyyətdən gələn bir tənqiddir. Bir dəfə bir tanınmış yazıçılardan biri ilə bir verilişdəyəm. Nəsə mən danışdım, məndən sonra bu başladı mənə tənqid eləməyə. Bunun əsərləri zəif əsərlərdir, qeyri-ciddi ədəbiyyatdır, dərinlik yoxdur. Başladı bu cür danışmağa. Mən də dinlədim, sözünü bitirəndən sonra buna heç nə demədim və başladım öz əsərlərimin xüsusiyyətindən danışmağa. Danışdım ki, orada olan psixoloji dərinliklərdən, hansı psixoloji qaydaları tətbiq eləyirəm, fəlsəfi mövzulardan danışdım. Orada İbn Sinanın bəzi əsərləri var, onu tərcümə və şərh eləmişəm, ondan danışdım. Və bütün o janrlar hansı ki, mən ona toxunmuşam və dünyada həqiqətən ciddi ədəbiyyat sayılır, dərin mövzulardır. Hər şəxsin, hər yazıçının yaza bilmədiyi, müraciət eləyə bilmədiyi mövzulardır. Onları bir-belə sadə, sakit tonla başladım danışmağa. Sözüm bitəndən sonra çöndü mənə dedi ki, mən heç bilmirdim ki, siz bu mövzulara toxunursunuz. Və bunu efirdə etiraf elədi də bu insan. Baxıb görürsən ki, yəni əksəriyyəti bu formadadır da.